Və bir elan da verim ki, bilirəm, bir çox insanlar mənə yazıb, soruşurlar, qatılmaq istəyirlər. Ancaq təəssüf olsun ki, bu verilişə artıq mən qəbul edə bilmərəm. Ancaq inşallah iyun ayının 2-si, 3-ü, 4-ü, bax, hardasa bu iradələrdə bizim növbəti verilişimiz başlayacaq. 15 nəfərdən ibarətdir bizim uşaqlarımızın iştirakı. Yenə deyirəm, qatılma tamamilə ödənişsizdir. Özündə hansısa bir istedadı hiss edən valideynlər öz uşaqlarında hansısa bir istedadı hiss edirlərsə, mahnı oxumaq, şeir demək, rəqs etmək, musiqi alətində ifa, moda göstərmək, rəssamlıq, fərq etməz. Hansısa bir istedadı varsa, balaca da bir istedadı varsa, buyurun, bizim verilişə qatıla bilərsiniz. Bizim verilişin də əsas məqsədi ondan ibarətdir ki, həmin uşaqlarda o həvəsi oyatmaq, bilmədiyi şeyləri öyrətmək, o istedada qarşı olan məhəbbəti daha da çoxaltmaq ki, onlar daha da ne deyərlər, bu istedadı doğrudan da ürəkdən sevsinlər və bu yolu davam etdirsinlər. Verilişimiz də sadəcə olaraq SMS-dən ibarətdir, səs verməklədir. Buyurun, səs verə bilərsiniz və ya platformanın özündən dəstək ola bilərsiniz. Yenə deyirəm, onun hansı neçənci yeri tutacaq, o artıq siz iştirakçıların, izləyicilərin, valideynlərin, dostların, tanışların əlindədir. Buyurun, onu artıq siz təyin edirsiniz. Kim istəsə, yenə deyirəm, qatıla bilər. Və bir dənə də onu qeyd edeyim ki, bu yaxın